Bu videoda çox aktual bir mövzuya toxunmaq istəyirəm. Şagirdlər köçürür. Günah kimdədir? Əgər təhsilin keyfiyyətinə və gənclərin gələcəyinə önəm verirsinizsə, bu videonu qaçırmayın və fikirlərinizi paylaşın. Hazırda sosial şəbəkələrdə dərsliklərə və test tapşırıqlarına aid düzgün cavablar geniş şəkildə müəllimlər tərəfindən paylaşılır. Bu hal isə şagird və abituriyentlərin mövzu üzərində düşünmədən, sadəcə yayımlanan cavablardan istifadə edərək tapşırıqları köçürməsi ilə nəticələnir. Bu kimi hallar cəmiyyətdə bir mənalı qarşılanmır və valideynlərin narazılığına səbəb olur. Bəs doğrudanmı sosial şəbəkələrdə cavabların və ya izahların paylaşılmasına ehtiyac var? Cavabların kütləvi yayımı şagirdlərin düşünmə qabiliyyətini zəiflədir. Hər hansı bir dərslikdə verilmiş tapşırıqların cavablarının kütləvi şəkildə yayımlanması, açıqlanması arzu olunmaz haldır. Çünki bu zaman şagirdlər sualların cavablarını birbaşa əzbərləyirlər və mövzu ilə bağlı dərin və əsaslı biliyə yiyələnmirlər. Bu cür yanaşma öz mənfi nəticəsini daha çox imtahan zamanı göstərir. Təəssüf ki, bu prosesin qarşısını almaq müasir dövrdə çox çətindir. Çünki az yaşlı şagirdlərindən tutmuş tələbələrə qədər hər kəsin müxtəlif platformalardan istifadə etmək imkanı var. Belə olan halda müəllif hüquqlarının qorunması daha ön plana çıxır. Məzmun müəllifləri tərəfindən hazırlanan məlumatlarda cavabların yayılmasının qarşısının alınması vacibdir. Ekspertlər xəbərdar edirlər. Cavabları sosial şəbəkələrdə yayan şəxslərlə bağlı müəyyən tədbirlərin görülməsi mümkündür. Gələcəyimizi düzgün formalaşdırmaq üçün, təhsilimizi daha da irəli aparmaq üçün valideyn, şagird və müəllim üçbucağının möhkəm olması çox önəmlidir. Valideynlər evdə şagirdlərə nəzarət etsələr, sosial medialardan istifadəsinə müəyyən bir qadağalar qoysalar və həmçinin müəllimlər də paylaşımlarına diqqət etsələr, düşünürəm ki, bu problemlərin qarşısını yaxın zamanlarda ala bilərik.